Salam mənim əzizlərim. Davam edirik Boğa bürcü ilə. Boğa bürcləri üçün bu həftə sabit görünən nələrsə varsa, daxildə gizli dəyişikliklər var. Çöldən hər şey eyni kimi görünsə də, içində artıq başqa qərarlar yetişir. Ümumi olaraq rahatlıq ehtiyacı artır, amma köhnə düzen artıq eyni təhlükəsizlik vermir. Tutulma dəyərlərini yenidən yoxlamaq, sanki buğalar sabitliyi sevirdi, yəni məcburi dəyişiklik olacaq buğalar üçün. Buğaların hərəkəti, tələsmə, yerində də sayma. Kiçik dəyişikliklər böyük nəticələr gətirə bilər. Nələrisə dağılmağı, yox olmağı kimi düşünmə. Çünki hər nə olsa da nəticəsi gözəldir. Gözünüzdə görünən hissə dəyişimə məcbur olduğu üçün, dəyişimi tələb etdiyi üçün belə olur. Amma nəticə olaraq həyatınızda yaxşılığa doğru bu dəyişiklik baş verir. Sevgi münasibətlərində sabitlik ehtiyacı var. Qarşı tərəfdən konkretlik gözləyirsiniz, qəti qərar gözləyirsiniz. Qeyri-müəyyən münasibətlər sizi yora bilər. Bu həftə sevgi ya var, ya da yoxdur. Yəni tam qəti qərar vermə həftəsidir. Pul maddi planlama üçün yaxşı zamandır. Təhlükəli seçimlərdən uzaq olun. Gəlir, xərc balansına diqqət eləyin. Yəni sizin üçün riskli, təhlükəli, bilinməyən bir şeylərdən uzaq durmaq lazımdır. Karyerada uzunmüddətli planlar formalaşır. Səbirli buğalar bu həftə üstünlük qazanacaqlar. Arxa planda tam onun həyatını dəyişdirə biləcək bir yeni başlanğıc edə biləcəyi təkliflər ola bilər. Sağlamlıq. Sanki yorulmuşam, bədənim istirahət istəyir, çağrısı var. Xəbərdarlıq, inad etmə, hər şeyi axışına burax. Dəyişikliyə müqavimət göstərmə, həmişə belə olub düşüncəsindən çıx. Sabit qalmaq üçün bəzən irəli getmək lazımdır, dəyişmək lazımdır. Gəlin mələklərdən də bir kart çəkək, görək mesajı nədir. Aşiq olmaq və yaxud da köhnə bir sevginin canlanmasından xəbər verir. Ruhən böyüyəcəksiniz, hisslərinizə güvənin. Yeni başlanğıc, yeni yuva, hər bir şeydə yenilik gözləyir sizi. Bu qədər mənim əzizlərim.